Demək belə, hər kəsdən xahiş edirəm bu videomu paylaşsın, salamlayıram. Bilirsiniz ki, mən bir neçə artıq həftəyə, 2 həftəyə yaxın idi video paylaşmadım. Video paylaşanda da bilirsiniz hansısa bir bəd xəbərlə bağlı video paylaşıram. Bəli, yenə də məhkəməyə verildim, yenə də. Bilirsiniz ki, bundan öncə dəfələrlə məhkəməyə verilmişim. İsveçrədə Azərbaycan hakimiyyəti müxtəlif variantlar tapıb məni məhkəməyə verib bəhanələrlə. Bundan öncəki bilirsiniz ki, İsrail-Fələstinlə bağlı bir dəfə məhkəməyə verilib 1400 frank cərimə olunmuşdum. Ardından yenə də həmin qaydada eyni senari belə deyim. Birincidə nə idi? Anonim şəxs Twitterdə mənim yazdığım kommenti, türkcə yazdığım kommenti İsveçrə belə deyim də prokuraturasına verib məni 1400 cərimələtdirə bilmişdi. Təbii ki, türkcədirsə və anonim şəkildədirsə bilin ki, bu Azərbaycan hakimiyyəti. Artıq bu mənə heç sir də deyil. Artıq açıq şəkildə %100 bilirəm ki, bu Azərbaycan hakimiyyətinin işidir. Gecə-gündüz oturub mənim DTX işçiləri mənim hər yazdığım kommenti, xüsusi adamlar ayırıblar ki, məsələn, harada komment yazıram, oturub onu analiz edirlər və oradan götürüb şikayət göndərirlər İsveçrəyə və İsveçrə prokurorluğu da ki, sağ olsun. Bilirsiniz ki, çox ürəyi təmiz şeydirlərdi. Pul üçün, yəni hər şey eləyərlər də. Yenə də dostlar, yenə də bir neçə gün öncə polis mənə zəng elədi. Dedi, bəs sizin haqqınızda şikayət var, gəlin. Nəysə, gün təyin elədi, bu gün getdim. Bir neçə saat bundan qabaq oradan gəlmişəm. Getmişəm, nədir, nə olubdu, heç nə. Mən hansısa bir yenə də bir videoda komment yazmışdım. Orada demək İsrail əsgərləri bir uşağı qaçırırlar. Orada yazmışdım ki, uşağı qaçırırlar və onun pedofil İsrail bu uşağı qaçırıb orqanlarını satacaq, çıxarıb satacaq. Hansı ki, bilirsiniz ki, bu günə qədər Qəzzada 21 mindən, 22 mindən çox, 22 minə yaxın uşaq öldürülübdür və nə qədər minlərlə uşağın orqanları çıxarılıb İsrailə satılıb. Bundan başqa bilirsiniz ki, bu artıq faktlarla, sübutlarla ortadadır ki, dünyada orqan haberinə görə İsrail dünyada birincidir və bu 2023-cü il 7 oktyabrdan başlayan müharibədən sonra bu günə qədər Qəzzada minlərlə uşağın elə orqanları oğurlanıb, öldürülüb, orqanları İsrailə göndərilib. Amma artıq bununla bağlı bəyanətlər var. Növbəti videomda detallı faktlarla hər şey qoyacağım. Bura sadəcə indi bu videonu çəkməkdə məqsədimiz ki, yəni yenə də ikinci dəfə məni İsrail-Fələstin temasına görə, İsrailə qarşı paylaşdığım şeyə görə məni yenidən şikayət ediblər. Azərbaycan hakimiyyəti artıq bu yola əvvəl Cavanşir Məmmədovla mənə məhkəməyə verdilər. Bu gördülər ki, bu artıq bu biraz şeydir, təhlükəlidir bunlar üçün. İndi ki, bilirsiniz ki, mən İsrail-Fələstin məsələsindən bağlı çox şey eləyirəm və bir ay öncə yazdığım kommentdə oradan götürüb məni məhkəməyə veriblər. İndi İsveçrə prokurorluğunun qərarını gözləyəcəm. Yəqin ki, ən azı bundan öncəki 1400 frank etsə, yəqin ki, bundan çox olar. Ən azı bir 1800-2000 hər halda olar. Zaten ödəməyəcəm, ödəməyə imkanım da yoxdur, pulum yoxdur. Bunu mən polisin özünə dedim, prokuraturaya yəqin o da çatdıracaq. Aldığım maaş göz qabağındadır, gəlirlərim də göz qabağındadır, imkanım da göz qabağındadır. Bunu ödəyəcək mənim heç bir imkanım, gücüm yoxdur. İstəyirsiniz bundan sonra 100 dəfə də məni yazdığım kommentlərə görə məhkəməyə verin. Heç bir qəpim də yoxdur və onu da deyim ki, mən qorxmayacam, çəkinməyəcəm. Fələstin məsələsi insanlıq məsələsidir. Bu soyqırıma özünə nəinki müsəlman, ümumiyyətlə insan deyən bu zülmə səsini çıxarmalıdır, səssiz qalmamalıdır. İsrail bəşəriyyətin düşmənidir. Məni indi ittiham ediblər. Ayrı-seçkilikdə ittiham edibdir. Baxın, məni ayrı-seçkilikdə imtihan etsən sual verirəm. 80 mindən çox insan öldürübdür İsrail. Bax, buradan yəqin ki, videonu tərcümə edib prokuraturaya çatacaq bu video. 80 mindən çox, 20 mindən çox uşaq öldürübdür İsrail. Bu ayrı-seçkilik olmadı.
Gələn qidaları qəsdən vurdular, yağmaladılar, dağıtdılar ki, insanlar yeməsin. Nə bilim, məscidləri vurdular, evləri vurub dağıtdılar. Əməlli başlı genosid gedir orada. Bu ayrı seçilik olmadı da mənim o yazdığım komment meyani seçilik olur. Bilirəm ki, bu işin arxasında Azərbaycan hakimiyyəti dayanır. Ona 100% artıq əminəm ha. Baxın, anonim şəxs, ikinci əvvəlki anonim şəxs tərəfindən və türkcə, ikinci dəvədə ikisi də türkcə yazılmış. İsveçrəli və yaxud da ki, hansısa bir yahudi türkcə bilmir axı. Demək, bu Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirilmiş bir şeydir. Növbəti videoda ətraflı şəkildə buna bir cavab olaraq o ayrı seçkilikdə mənə şey eləyiblər. Diskriminierung deyirlər alman dilində. Onları sübut edəcəm ki, diskriminierung nədir? Bəyənin, paylaşın. Mübarizədən çəkinməyin, qorxmayın. Free Palestine, always, hər zaman azad Fələstin.